Hal-hazırda Azərbaycan Coca-Cola Bottles zavodundayıq. Burada olmağımızın səbəbi isə təhsil tələbə krediti fondundan yararlanan və çox uğurlu şəkildə məzun olan Aslan Heybətovun hekayəsini öz dilindən, öz iş yerində eşitməkdir. Aslan bəy də buradadır, yanımızdadır. Mən istəyərdim ki, o özü haqqında daha ətraflı məlumat versin. Buyurun Aslan bəy, xoş gördük sizi. Salam, xoş gördük. Magistratura ərəfəsində təhsil tələbə krediti fondunda yararlanmışam mexanizmindən və həm magistratura, həmçinin də hal-hazırda doktorantur üzrə təhsil alıram. Hər ikisində ixtisasım biotexnologiya üzrədir. Həmçinin istehsalat zavodunda öz ixtisasım üzrə mikrobiologiyada fəaliyyət göstərirəm. Həm təhsilimi, həmçinin iş fəaliyyətimi birlikdə davam etdirib, özümü, şəxsi inkişafımı davam etdirməyə çalışıram. Həm elmi rəhbərim, həmçinin də zavodda, yəni işdəki baş direktorum eyni şəxs Zərnə Məmmədovadır deyə bu mənə əlavə motivasiya və təcrübə qazandırır. Həm magistratura, həm doktorantura müddətində mən onun elmi rəhbəri olmuşam. Elmi rəhbəri olduğum müddətdə də Aslan Heybətov çox öz üzərində çalışan, öz inkişafını davamlı izləyən bir tələbə olub. Təhsil tələbə kredit fonduna müraciət edərək oradan öz təhsili ilə bağlı dəstək istədi və bu dəstək təmin edildi. Bu fondun ölkədə fəaliyyəti Aslan kimi gənclərə dəstək verməsi onu göstərir ki, fondun çox böyük rolu var gələcəyimizin qurulmasında, gənclərimizin dəstəklənməsində. Aslan Heybətov öz üzərində çox ciddi işləyən bir tələbə oldu və bizdə vakansiya olan zaman müraciət elədi və bütün mərhələlərdən keçərək bizdə işlə təmin olundu. Necə oldu ki, təhsil tələbə krediti fondundan yararlandınız? Ümumiyyətlə, bu fonddan yararlanmaq sizə sadəcə olaraq maddi olaraq mı nələrsə qatdı, yoxsa digər iş həyatınız olsun, təlimlər olsun, nələrsə bir xeyrini gördünüzmü, belə deyək? Mən magistraturaya daxil olanda ixtisasım ilk dəfə açıldı ingilis bölməsində biotexnologiya üzrə və ödənişli olduğunu gördüm. Bakalavr da ödənişsiz oxuduğum üçün çox da normal olaraq ailəyə yük olmaq istəmədim ki, hər tərəfli dəstək olsalar da mənə həmişə. Və bu prosesdə təhsil tələbə krediti fondu barəsində sosial şəbəkədən məlumat aldım. Əsas mənim marağımı cəlb edən onların 25% və 50% güzəştləri oldu. Bütün qiymətlərim əlaçığa A olsa, dövlət bunun müəyyən hissəsini mənə güzəşt eləyəcək və bu motivasiya ilə mən təhsil tələbə krediti fondundan yararlandım və şükür ki, hamısından A alıb, axırda güzəşti əldə edə bildim 25%. Nə qədər güzəşt oldu sizə? Mən standart tələbə kreditindən istifadə etdiyim üçün 25%, lakin sosial kateqoriyada istifadə edənlərə 50% güzəşt oluna bilər. Aslan deyir ki, o təhsil tələbə krediti fondundan yalnız maddi dəstək almayıb. Eyni zamanda fondun yaratdığı imkanlar sayəsində maraq göstərdiyi bir çox təlimdə də iştirak edib. Mənim ixtisasımdan başqa çoxlu hobbilərim, maraqlarım olsa da həmişə IT, marketing, fotografiyaya çox marağım olmuşdur. Və təsadüf şəkildə mən bu fonddan yararlanandan sonra qarşıma IT üzrə proqram çıxdı və onlar mənə yardımcı oldular ki, təqaüd proqramı qazanım, Teknes TV proqramı və Java Backend proqramını uğurla bitirdim. Sonra çox yaxşı marketoloqlardan biri Lalə xanımla birlikdə biz marketoloq təlimini, 2 aylıq təlimi bitirdik. Həmçinin fotoqrafiya kursuna da gedib, orada da öz bacarıqlarımı inkişaf etdirə bildim. Aslan Heybətov onu da qeyd edir ki, təhsillə bağlı maddi qayğıları olmayan gənc özünü inkişaf etdirməyə daha çox yönəlir. Onun sözlərinə görə təhsil tələbə krediti fondu bu baxımdan gənclər üçün mühüm imkanlar yaradıb. Fonddan yararlanandan sonra magistratura dövründə təbii ki, maddi bir problem olmadıqda, çünki elə bir qayğı da təbii ki, yoxdur. Daha çox bir tələbə, bir gənc öz elmi işlərlə, tədqiqatı ilə fokuslana bilir. Həmin vaxtda mən biraz normadan daha artıq fəaliyyət göstərdim. Həmçinin 23 məqalə və tez çap elədik magistratura dövründə öz rəhbərimizlə birlikdə. Bir çox gəncin, bir çox tələbənin bəlkə peşəkarlığına, belə deyək, məqsəd yönlü, iradəli, inamlı şəkildə irəliləməsinə mane olan müəyyən nüanslardan biri maddiyyətdir, maliyyədir. Və bir çoxları da bizim gənclər çox ailəcanlı olduğu üçün, ailəsini düşündüyü üçün maddiyyat baxımından öz sevmədiyi ixtisasları seçə bilir. Amma nə yaxşı ki, belə bir fond var ki, onlar onun müddətində belə, hətta yaxşı nəticə əldə etsələr, faizsiz şəkildə ödəyə bilirlər, həmçinin güzəşt oluna bilir və gənc artıq birbaşa öz gələcəyinə doğru, özünü inkişaf etdirmək üçün fəaliyyətlərdə özünü göstərir.